salamlayıram bütün komandamı. Bilirsiniz ki, bitən 7 nömrəli kataloqun nəticələrinə əsasən komandamızdan yeni direktor çıxdı və Həsənova Rahlə xanım 23% direktor rütbəsini açdı və mən indi onun təbrikinə gedirəm. Hər zamanki kimi seçimimiz də Mingəçevir Akçayımdır. Biz gəldik, Rahlə müəllimə qapısındayıq və təbrikə gəlmişik. İndi qapını döyüb onu səsləyəcəyik. Salam, salam Rahlə müəllimə. Təbrik eləyirəm sizi, yeni direktorumuz. Təbrik eləyirəm sizi. Təbrik edirəm. Necə deyim, çox gözəl hisslərdir bu. Bunu sözlə ifadə etmək mümkün deyil. Mən bugün qrupda da danışmışdım. Qızlara deyirəm ki, qızlar qorxmaq lazım deyil işlər. Əgər bir şey əlimizə almışıqsa, deməli məsuliyyətlə çalışmaq lazımdır. Birincisi, Həlim müəllimə təşəkkür edirəm. Çox gözəl bir komandada olduğunu mən həmişə vurğulayıram. Qızlara da deyirəm ki, biz düzgün bir komandadayıq. İnşallah ki, Xəyal müəllimənin fədakarlığını deyərdim. Mən bu iş fədakarlıq tələb edir. Amma hər birimiz özümüzün fədakarlığımızda ora qalxmalıyıq. Uğur nərdivanı 7 pillədən ibarətdir, hamımız bilirik. 3, 6, 9, 12, 15, 19, 20. 20 üçün sevinci tamamıyla başqa, doğrudan. Hər faizdə biz sevinci yaşamışıq, ancaq bu axırıncı pilləkənin, axırıncı faizin sevinci doğrudan da sözlə ifadə edilə bilmir. Hər kəsə arzulayıram, komandamızda olan hər bir kəsə belə bir uğur qazanmağı arzulayıram. Çox sağ olun Rahlə müəllimə. Deməli, xanımlar, xatırlatmaq istəyirəm ki, Rahlə müəllimə çox gözəl, savadlı bir riyaziyyat müəlliməsidir. Eyni zamanda şairə bir xanımdır.